hoş gördük. Həmişə biz görüşümüz bizə gözəl olur, təntənəli olur. Bugünkü görüşümüz mənim 85 illik yubileyimə və 35 illik yaradıcılığıma həsr olunmuş. Zamanı aşan bir filmin təqdimatını yürütmüşüm. Lukoyl'un bilirsiniz ki, Lukoyl Azərbaycan Moskvaya tabidir. Vahide Rəhbəroğlu, ünlü rəhbəri. General direktor, yəni baş direktor isə Rasim Amirayevdir. Bugünləri burada bu əhatədə bizi yığışmamızın bir səbəbi odur ki, vaxtıyla Ağa Musallarını bilirsiniz ki, 98 bina tikib və o binalardan şah əsəri İsmailiyyə olduğu kimi bir şah əsərində bu binadır. Yeni Avropa şehirlərdə olmaq otel olubdur, 7 mərtəbəlidir və bugünləri şah əsərinin əsas qəhrəmanı Rasim müəllimdir. Rasim müəllim, я вас приветствую. В лице вас всех москвичей приветствуем, всех москвичей азербайджанцев приветствуем, да. И желаем вам успехов в дальнейшем нефтяной компании, больших успехов, чего вы достигаете до сегодняшнего дня. Вахиду Аликперу нашу приветствие пошлете, обязательно передадите. И мы рады, что вы сегодня здесь с нами. Фильм, который мы сегодня посмотрим, 23-минутный, он короткий, но очень полный моим творчеством. То есть я, как внучка Адама Сынагина, нефтепромышленника Адама Сынагина, я решила отчитываться. Это своего типа отчет за 35-летие, что я сделала. Конечно, она объемистая, очень объемистая, но вкратце вы поймете, что что-то я этой истории сделала. И плюс тому 10 моих книг, читатели все, мои окружающие меня, все почитали эти книги, и все восторгаются, что история продолжается в моем лице. Я так считаю. Пожалуйста, вам слово. Дилян, я хочу вас поздравить с днем рождения, пожелать здоровья, счастья, благополучия. Я ознакомился, погрузился в очень такое благородное дело, очень интересное. Ага Муса Нагиев был очень великим меценатом, строил дома, больницы и всем своим делом, жизнью показывал, что богатство ценно тогда, когда мы будут люди. Я хочу вам пожелать успехов в вашем труде, ну и всего самого доброго. Спасибо большое. С вашего позволения. Спасибо. Фильм «Баха». Фильм «Баха». Yaşıma baxanda deyirəm ki, az eləmişəm. Çünki mənim arzularım indi aşırdaşır var idi. Çox eşidib az danışmaq. Yerini dərk etdi və Azərbaycan mediasında onu yenidən tanıtdı. Bu artıq bir fakt olaraq tək olub. Bu insan meydanda təkdir və tək də olub, bu yola tək çıxıb və hal-hazırda da tək davam etdirir. Və ölçülməz bir əmək var bu yolda qoyduğu əmək. Və təbii ki, o sənin arxasından gördüyümə görə o əməyin nə qədər dərin, nə qədər yüklü olduğunu çox gözəl bilirəm. Yəni, bu zəhmət heç bir şeylə ölçülməz mənim fikrimcə. ildə mən bu meydana atıldım. Məqalələr yazdım ki, mənim babam Ağa Musa Nağıyev görün kim olub, onu tanıtdırmağa başladım. Çünki həqiqətən onların hamısı susturulmuşdu, heç kəs tanınmadı. Və mən bu yazdığım 10 kitabda, çəkdiyim filmdə, Vahid Rəhbərovun filmlərdə göstərdim ki, Ağa Musa Nağıyev çox böyük işlər görüb, xeyriyyəçilik olub, məktəb tikdirib, xəstəxanalar tikdirib, yığıncaq üçün binalar tikdirib və böyük xeyriyyəçiliklər göstərib.
şəxsiyyətin taleyi deyilən bir anlayış var. Çox sayda faydalı işlər görmüş tarixdə insanlar var ki, onun yeni nəslinə çatdırılması üçün Azərbaycan cəmiyyətinə çatdırmağı bacarır. Bu onun vətəni qarşısında, ülkəsi qarşısında, xalqı qarşısındakı böyük hörmətidir. Nə xoşbəxt Armson Ağayevə ki, onu bu xalq yaşatdı, onu onun ailəsi yaşatdı və onun ailəsinin ayrılmaz parçası olan mərhum anamın rəqəsi gün belə adlandırardı Dilarə xanım. Əzabkeş, cəfakeş Dilarə xanım nə yaxşı ki oldu bu nəsildə. Və mən bəlkə yeniyetməli, gənclik yaşlarından üzü bu yana Dilarə xanımı tanıdım və getdikcə dərindən tanımağa başladıqca onun ailəsinə, nəslinə, şəcərəsinə və deməli elə xalqına, ölkəsinə, dövlətinə olan tükənməz sevgisinin şahidi oldum və hər bir zamanda yaxşı mənada heyrətləndim. Hamısı məni istəyənlərdir, mənim yaradıcılığımı izləyənlərdir, mənimlə birgə nəfəs alanlardır. Hamınıza təşəkkür edirəm ki, bu gün gəlmişsiniz. Bu filmi sizlər də gördünüz. Hərəniz bir pay aparıb, o payı bölgülərə çatdırınca yüzə çıxacaq. Mən də dünyanın xoşbaxtı mənə dünyada. Bizim deməli Moskva üniversitemiz okulunda Rasim müəllim bizim dili pis bilir, ona görə həmişə Moskvada yaşayır. Neft kompaniyasında çalışır. Özü qala kəndlərdə baxmayaraq, amma ki Azərbaycanca bilmir. Yox, bu dövrün tələbidir. Bu da bir ziyanlıqdır. Biz bunu başa düşürük və Rasim müəllim, за то, что вы сегодня приютили нас здесь, дали вход в здание. Особенно я и мой племянник Эльшан, и все благодарны вам, потому что действительно у вас работа кипящая. Мы знаем, что сегодня Расим уезжает, улетает в Москву. Ради меня он оставил на вторую половину дня. Но я думаю, что когда вам угодно, вы можете высказаться и удалиться, потому что путь вас ждет. Пожалуйста, выскажитесь. Мне очень приятно. Наши двери всегда открыты. Спасибо большое. Вот это самое гостеприимность, это азербайджанлары, это азербайджанец настоящий, парня. Если вы позволите, я хочу, значит, у нас Вершина Агамусына есть такие дипломы. У меня организация, у меня первый Ташкатлары, и она называется «Наша национальность». Я берегу и распространяю наши национальные ценности. Ценности. Мы уже перешли на азербайджанский язык, поэтому путаете. Вот. Я решила удивить Расим Мэллима, потому что я знаю, что у вас немножко на такие вещи не очень обращают внимание в Москве, но мы любим отмечать. То есть обязательно, что вы сегодня были с нами, и что мы благодарны вам, опять я говорю, за создание условий и организацию проведения презентации фильма «Замана Ашан Ирс», посвященного исследованию внучки Адамуса Диляры Нагиевой, а также за поддержку национально-культурных ценностей, проведенных в здании, построенном Адамусом Нагиевым, генеральный директор ЗАО «Лукойл Азербайджана» Расим Амиралиев награждается дипломом Адамуса Зельвеси. Подпись Диляры Нагиева. И со мной очень эти дни Расим Раид держал большую связь, тесную связь. И сегодняшнюю встречу можно сказать, что он со мной вместе организовал. Во главе вы, конечно, мы, значит, заместитель директора по работе государственными органами Раиль Агаев тоже награждается дипломом Адамуса. Ваши книги.
все это ваше, пожалуйста. Хотите присутствовать, оставайтесь. С вашего позволения. Спасибо большое. Еще раз с днем рождения. Yolası Allah versin benimle. Москве пока нет. Москве подойдем. Да, Спасибо. Пожалуйста, вам спасибо. Всегда добро. Будьте здоровы. Спасибо вам. Счастливого пути. Легкой посадки. Lütfü tasarruflu. Çok güzel alındı çünkü biraz itirmişim özüm ki bu binada binada 15 yılından önce olmuştum, çok olurdu. 15 yıl biraz bunlar karar olmuştu, ona göre karar olmuştu. Sadece onlar işlerine meşhurlar. Böyle işlere onlara biraz zor bakırlar. Ama ben aktarıcıları çattıranlardan, ona gördüğümlerden biri de oldu ki, yeni bir gün elədim, yeniden bu qapılarımın özünü açıldı ve əlbəttə ki, həyəcan məni içəri girəndən böyüyür. Bilirsiniz ki, mən çaşan diyorum, ama çaşıram. Bu günləri mən istəyərdim ki, yenə deyim ki, şadam ki sizlərlə, çünkü hər biriniz vaxtınızı sərf edəmişsiniz, gəlmişsiniz. Ve bunun için sizlere çok sağ olun. Fazla ne isterim siz resimden bir yeri tutasınız. Özünüzde birinci çıkış edəsiniz. Simurg Asosiasiyasının sədri Fuad Mehmet, kulturolog, bilirsiniz ki İdarəçilik Akademiyasında professordur, binlərlə insanlara medeniyet öğretir. Buyurun. Soru da Teşekkür ederim. Birincisi ben üzr istəyirəm, gülsüz gəlmişəm. Sizin ad gününüzdür, mən nəsə başım biraz qarışır. Siz gəlişiniz mən için güldüm. Çox sağ olun. Gələcək bilinç giyməyəm və sizi təbrik edirəm inşallah. Mən də oradan da sizə təşəkkür edirəm. Bugün çox gözəl gündür. Mən çox məmnuniyyətlə bu filmə diqqətlə fikir verdim və çox sevindim. Həqiqətən. Ben diyerdim ki yani çok kısa film. Yardım ki imkan olsaydı, vakit olsaydı siz bunu rahmetli Musa Nağıyev'in o xeyriçe, xeyre yönelmiş belə deyək, fəaliyyətini daha geniş göstərebilirdiniz. Ama hemen herhalde diyeyim ki doğrudan da bu Musa Nağıyev çok Azerbaycan tarihinde medeniyetinin tarixində çox böyük hadisədir və böyük bir şəxsiyyətdir. Bizim mədəni irsimizin, bilirsiniz, təəssüf ki bizdə indiyə qədər bir çox adamlar mədəniyyət haqqında təsəvvürü düz deyil. Elə bilirlər ki, iqtisadiyyat bazisdir, mədəniyyət üst qurumdur. Bu köhnə Sovet dövründən qalmış bir qədər yanlış bir təsəvvürdür. Mədəniyyət tam sosial sistemdir. Ve bu kişinin indi daha da büyük bir əhmiyyəti, töhfəsi burada siz görebilirsiniz. Bir düşünün, iqtisadiyyat nedir? İqtisadiyyat, insanın intellektual mədəniyyətinin nəticələrinin materiallaşmasıdır. Mədəniyyət isə insanın ağlı, qəlbi və əməyi nəticəsində yaranmışların hamısıdır. İnsanın bütün hayat fəaliyyəti sahələri biri-biriyle üzvü bağlı olarak ve biri-birini destekleyerek hamısı mədəniyyətdir. Romalılar o zaman derdi ki, kultura kontra natura. Natura təbiət yani təbiətdən əlavə ne varsa insan tərəfindən yaranmış, hamısı mədəniyyət. Özdə mədəniyyət başlayır, incəsənətdən yox. İncəsənətin də böyük rolu var. Mənim nənəm ilk rəssam qadın olub, Qeysər xanım Taşıyeva. Əmim də Memarlar İttifaqını yaradan adam olub, 2 universitet tutarıb Almaniyada. Hamısı repressiya olunmuşdu, mən indi o vaxtda demək istəmirəm. Mədəniyyətin özü tam sosial sistemdir, elmdir, təhsildir, idarə etmədir, incəsənətdir, ədəbiyyatdır, həyat tərzi və həyatı təmin etmə sistemi, beynəlxalq münasibətlər, siyasətin özü hər yerdə mədəniyyət yüksək səviyyədə olaraq
intellektual və mənəvi mədəniyyətin qovşağı kimi əks olunur. Bax, bu böyük şəxsiyyətdə Ağa Musa Nağıyev, görürsünüz, hər ikisi var idi onda. O öz intellektini istifadə edərək çox gözəl bir fəaliyyət qurdu. Özü fəaliyyətini yönəlib Azərbaycan xalqının, Azərbaycan dövlətinin, o vaxt dövlət müstəqil deyildi, düzdür, xalqın inkişafına. Görün nə qədər gözəl, biri-birindən gözəl. Belə bilirsiniz, adam nətərdir, mən söz tapa bilmirəm, nə qədər gözəl binalar qoyub gedib. Özü ki, tək evlər tikməyib, xəstəxanalar tikib, otellər tikib. Yəni, hər tərəfli görürsünüz, hər şey nəzərə alır. Deməli, bunun, o mədəniyyətin iki qanadı var. Biri əqli mədəniyyətdir, biri mənəvi mədəniyyətdir. Bu gözəl xanım da onun bir nümayəndəsidir. Ağa Musa Nağıyev də hər iki qanad qovşaqda tarazlaşdırılmış formada inkişaf edərək onu seçdiyi məqsədlərə doğru aparıb çox gözəl nəticələr verir. Həm öz ağlını işlədərək gözəl abidələr qoyub, memarlıq abidələri. O zaman üçün ən gözəl, indiyə qədər onlar öz əhəmiyyətini itirməyib və həmişə inşallah qalacaq. Digər tərəfdən öz insanlığını göstərib, xalqına məhəbbəti göstərib, vətənpərvərliyini göstərib. Allah ona rəhmət eləsin. Mən şadam ki, mən də bu Azərbaycanda yaşayanam, Azərbaycanlıyam ki, bizim belə o cümlədən Ağa Musa Nağıyev kimi gözəl şəxsiyyətlərimiz olub, var və inşallah olacaq. Və mən təşəkkürümü bildirmək istəyirəm bizim əziz, hörmətli Dilara xanıma ki, o babasının irsini bu cürə qoruyub, saxlayır və bütün dünyaya, tək Azərbaycanda yox, yayır. Mən sizə təşəkkür edirəm ürəkdən, sizi təbrik edirəm. Oturarım o. Yaxşı. Teşekkür ederim. Var olun, təbrik edirəm. Gözəl danışır. Sizin saatlarla qulaq asmaq olar. Çox sağ olun. Əlbəttə ki, burada iştirak edənlər hamısı söz gerilərdir, hamısı danışmaq istəyir. İndi kimə söz verilirsə, çox xahiş edirəm, qısa və mənalı danışacağınızı mən əminəm. Sadəcə biraz qısa olsun ki, hamımız heç kəs məndən inciməsin, küsməsin. Onsuz da küsən duyursunuz. Yəni birdən gülüşümlə hamını barışdırıram. Fuarların qeyd etdiyi kimi, bu 3 dəqiqəlik video çəkdi. Əlbəttə ki, mən 98 bina haqqında danışa bilməzdim. Sıralanmış bu kitablarında hissə danışmışam hamını. Oxuculara, tamaşaçılara 7-ci filmdə çatdırmışam və düşünürəm ki, əgər mən 9 yaşında nəvəm olanda, 9 yaşında mən qonaqlıqda dedilər ki, Dilara xanıma söz verir. Dedim, nələmə söz verməyim. Dedim, Qarqala, nüş vermirsən sözü mənə ürəyim gedir danışmaq üçün. Dedim, nələm Musa Nağıyevdən danışdı. 9 yaşında uşaq artıq bilirdi ki, ancaq mənim almalım, bilim, etidadım ancaq Musa Nağıyevdir. İnanın ki, səhərini onunla açılan uşaqlar da yadından çıxır, hər şey yadından çıxır. Çünki mən bu yolda tələsirəm ki, bilmədikcə, xalqın bilmədiklərini, məsəl üçün, bugün necəsiz, çoxsu buradakiləri biliyorlar ki, bu Azərbaycanın bu şirkəti, bu nəhəng bina, 7 mərtəbəli bina Musa Nağıyevdir. Bir sir dərçin ki, liftin olmadığı bir dövrdə 1913-cü ildə burada lift qoyuldu, 4 dənə lift oldu. Paravı atəqliyin yolu, parla istilik. Yəni, bunlar hamısı ancaq arxitektordur, bunlar hamısı pula vəsaitə baxırdı və Ağa Musa Nağıyev, o bəzi insanlar yenə də ağızları açarlar, deyirlər ki, xəsis olub. Bəli, xəsis Ağa Musa belə binalar tikildi. Şamyan kimbayını tikib, Ovada kimbayını xəstəxana tikib, Simaşq olundu. Sabunçuda Poliklinikanın binası idi, keçmiş xəstəxana olubdur. Yəni, bu ancaq poçt binası, texnologiya və nazirliyi olubdur. Azərbaycan diasporası onun binasıdır. Məhkəmə ekspertizası onun binasıdır. Ağır cinayətlər binası, məhkəməsi onun binasıdır. Diaspora onun binasıdır. Üns teatrı onun binasıdır. Sokar onundur, bu koyul onundur. Mən sad almaqla yenə başlasam, gerək sizi
3 gün 3 gece burada nazlı danışam, tarihi danışam. Ama bir il və Agah oldu 98 binasından en güzellerin belki birincisi de olmasa üçüncü ya dördüncü koyun yerini tutur. Ve bir de size diyeyim, məhkəmə ekspertizasının qabağından keçəndə zariflərin məhkəmə ekspertizası olduqları hamısı olurdu. Məhkəmə ekspertizası başlasında eyvanlara baxarsınız. Eyvanlar insan, Musa Nağılı, insanlarını da yok etdi. Gün o gün olsun ki, bu tarih bitəndən sonra mənim tarixim başlandı. Görünür, elimdə yazılacaq, Nağılı Dilara yazılacaq. Çok istəyərdim ki, bir və acəbən bizim bu yaxında biz Askefin yoluyla, yəni Sona xanım bize rəhbərlik elədi, biz Türkiyəyə getdik. Türkiyədə bir həftə olduq, qızım da oradaydı və yaxınlarımız oradaydı. Çok büyük həzz aldıq Sona xanım. Sizdən həmişə çok jurnalistdir, Sona xanım neft şirkətində işləyir. Neft şirkətində işləyənlərin mənim 2 qat hörmətim var, oğlu Samir də orada işləyir. Ona görə ki, neft mənim babamın gazlığı quyudan çıxır. İlk olarak o su için gazlayıb quyunu, oradan neft çıxır və onun bəxti fontanı, neft fontanı yeni bəxti və bu yıl Samir oğlumuz orada işləyir, mənim oğlumlardan bəxti Sona xanım orada işləyir. Ama baxmayana görə Sona xanım mənə güvənlər qazandı. Bir de görsə yığılır bizim haralara aparır, Türkiye'ye, Malazya və s. İnşallah yine hazırlaşırıq gitmeye. Ve çok istəyirdim ki, Samir bir dənə Çanakkale'da bir fıkret bizim işimizin biraz böyle cemaat, iştirakçılık biraz feziyat olsunlar. Medeniyetten Fuat Məlimov da güzel danıştı, mənimlə gəldi, vidalanması. Dilara xanımımıza danışımda izin verseniz. Gel bura. Gel durmuşsan gel bura. Sonra xanım gel bura. Hele de o hava başından çıkardı, o kadar dedirdi. Durdur böyleydi, başına sataşmam sana. Deməli, Dilara xanım bizim bilmədiyimiz çox şeyler var. Dilara, yani sizin bilmədiyiniz. Dilara xanım Türkiye'de de çok tanınmış bir insandır, bir xanımdır, bir ziyalımızdır. Ve indi baxıram ki, Dilara xanımın orada Oscar mükafat aldığını niye demədi, orada yazılmamıştı. Sonra xanım məndən aparıb ora. Dilara xanımın xeyriyyətçiliyi ilə Musa Nağıyevlə birlikdə 5-ci filmi orada təqdim olundu. Zakir Kaya tərəfindən, Kaya Xəbər Ajansıdır. O ajans ki 120 televiziya kanalının ajansıdır. Dilara xanım o Dilara xanımdır və siz oradan böyük ödüllə qayıtdınız. Evet. Sizi orada özü şəxsən dəvət eləmişdilər. Və orada sizin filminiz nümayiş olundu. Ve bu yaxınlarda biz Avrasya Sanat Kültür Edebiyat Federasyonu tərəfindən getmişdik Antalya'ya. Dilara xanım orada xüsusən, şəxsən, xüsusən təqdim olundu. Evet, Kəmər evet. Bələdiyyə Başkanının imzasından təşəkkür belgesi təqdim olundu. Ve Avrasya Sanat Kültür Edebiyat Federasyonu'nun Dilara xanım üçün 10 nəfərə verilən, yəni Azərbaycanda 10 nəfərə veriləcək və Türkiyədə 10 nəfərə veriləcək medalı verilibdi. Və biz onu Türkiyədə qoyub gəlmişik, bir təqdimatın birində biz onu təqdim edəcəyik. Dilara xanım, gözəl nəcib yoldasınız. Ən gözəl yolda, ən nəcib yolda Azərbaycanın tarixini üzə çıxardıb, Azərbaycan tarixini bütün dünyaya yaymaq, bu bilirsiniz nə gözəl bir addımdır. Çox gözəl bir addımdır. Mən sizi az münasibətinizlə də təbrik edirəm. Bayaqlar o qədər özümü itirdim ki, Samir danışırdı. Amma mən Gülan'da danışmalıydım. Həyəcanlandım. Teşekkür ederim. Sizə çox minnətdaram. Mən sizi çox istəyirəm. Mən sizi uzun müddətdir tanıyıram. Çok sağ olun. Və sən bizim federasyonun önündəsiz, başdasız, tanınan, seçilen, sevilen xanımsınız. Sizə Askif Avrasya Sanat Kültür Edebiyat Federasyonu'nun başkanı Savaş Ünal biləndə ki, mən buraya gəldim. Son xanım mənim salamlarını çatdırarsınız. Teşekkür ederim. Eşk olsun Türkiye. Kaya Xəbər Ajansının onlar sizə salam göndərdi. Və mən bu gün işdən çıxan zaman, o gün gələ bilmədiyim üçün yenidən işdən çıxanda bu dəfə bir əzilkiyə keçərim, dedim ki, mən nədən buraxmırsınız? Bilirsiniz kimin tədbirinə gedirəm? Dilara Nağıyev tədbirinə gedirəm. Amma bu dəfə də getməsəm Dilara xanım, çox ədalı xanımdır, məndən küsəcəkdir. Və
doğrudan da hemen sokar sizi, beni bıraktı size göre. Daha sizin adınızdan istifade edeceğim. Teşekkür Tebrik ederim. ediyorum. Çok Ben sağ olun. Dilara Teşekkür ederim. Teşekkür ederim her şey için. Siz de memnunsunuz. O filmde hamınız memnuniyetindesiniz. Çünkü eğer yazıp yaradırsanızsa, sizler beni sevinirsə, deməli yaşamağa dəyər. Mən bundan sonra da qələmimi hələ gəlimdən yerə qoymuram. Sonra xanım demiş ki, o tərtifləri onu yerindədir. Çalışacağım ki, səhhətimlə əlaqədar olmasa, sizlərlə olun. Və bir qeyri-adi bölgümək istəyirəm ki, bu boyda hündürlükdə binada biz birbirimizi necə eşidirdik? Akustikasına baxın, divarların, hündürlüyün, otaqların, zalların, bu sütunlar mənə bayaqdan baxıram, mən dərkəm siz məni yerimə düşünə bilməzsiniz o düşüncələri. Amma mən nələr çəkdim və qəhrəmanam ki, mən bu tədbiri apara bildim. Çünki çox duyğular məni duyğulandırdı. Filmdə də dedim, bəlkə orada başa düşmədiniz. Elşanın anası mənim böyük bacım olub. Onun əlindən atam tutub, İsmailiyyənin qabağına, akademiyanın qabağından keçərkən deyib ki, Solmaz, sən o tərəfə bax, sağ tərəfə, sol tərəfdən gedirsən yenə. Sən bir bax, bu bina mənim atam tikdirir. Yəni, ixtiyarı yox idi kişinin ki, qaldırıb əli ilə də göstərsin ora. Halbuki o akademiyada çox bir 3-4 prezident, rəyasət heyətinin prezidenti dəyişdi və bugün İsa Həbiblidir. Hamısı rəhmətə gedənlər və ya qalanlar və İsa Həbibliyə Allah can sağlığı versin ki, mən bugün akademiyaya üzə açıq girirəm. İstədiyim otaqları aparıram, yanımdakiları da heyrətə salınıram. Bu mənim üçün böyük qələbədir, amma bunun üçün mən unutmayın ki, 50 yaşından 85 yaşına qədər 12 santimetr qablıqla gezmişəm, divarları yarmışam, sökmüşəm, qapılardan məni bırax, mən də pəncərələrdən girmişəm. Amma istədiyimə nail olmuşam, çünki əgər mən üns teatrı deyəndə çoxsu bilmir, buranı tanımadığınız kimi, üns teatrında çoxsu tanımır, amma üns teatrı Sokarda, Azgərdə, Muğam teatrına, Muğam mərkəzinə üzbəyüz üns teatrıdır. O da mənim babamın tikilisidir və bugün mən fəxr edirəm ki, mən oranı Nərgiz Paşayeva, Nərgiz xanım tikdiribdi, orada baş direktordur. Amma mən fəxr edirəm ki, o bina bütün sökülürdü. Onun fasadının Rüşəyə xanım saxlanmasında mən böyük qəhrəmanlar gördüm. 9 dana telegram vurmuşdum prezidentə ki, binanı söküldülər, qoyulmuyor. Qoymadılar. Fasad saxlanıldı, mən düşünürəm ki, bu elə qəsdir. Arxası köynə bina edir, mən başqa söhbət olunmaz. Köynə bina ilə söküləsiydi, amma onun əvvəlini mən baxırdım, bu Şirvan Şahara oxşuyur. İndi gedəndə mənim gözümlə ora baxarsınız, görün nə gözəl binadır, o qədər gözəl, içərisi də gözəldir, müasir tipli, amma orada Musa Nağıyev nələr edib, mənim 6-cı kitabımda var. Oradan bir 4 səhifələr yazmışam ki, orada nə işlər görüb, nələr edildi və oran sahəsi və gəliri, illik gəliri nə qədər, mən onu göstərmişəm ki, 3 milyon nə qədər illik gəliri var idi hər binanın. Bu binanı da otel tikib, yığıncaqlar üçün tikibdi, xəstəxanalar tikibdi. Bu Nova Evropa olub, məhkəmə ekspertizində Astoriya mehmanxanası olub. Mən oraya gedəndə mərkəzin məhkəmənin ekspertizası çıxıb, buyurun sizin binada nə xoş bu sözləri eşitmək. Əlbəttə onunla mənə bu bina bağışlamırlar, amma deməli mən nə isə etmişəm tarix üçün yaşayıram. Və qeyd edəcəkdim ki, zəfərimizin 31-i 7 gündən sonra biz qələbə çalırıq. 5 gündən sonra. 5-ci üçün 5? 5-li bilirəm, onu bilirəm. 8 günlük çaşdırdım. 8 gündən sonra biz 5-liyimizi qeyd edəcəyik. Zəfərimiz mübarək olsun. Cənab Prezidentimiz Allah can sağlığı versin. Orada dedim, onun qayğısı, Mehriban xanımın qayğısı, hətta Rıza xanımın qayğısı mənim üzərimdən əsir olunur.
və sizləri bir də salamlayıram və sizə bir nəfər çox gözəl insanı təqdim eləmək istəyirəm. Deyirlər, aşın qazmağı lap ləzzətli olur, Eldar müəllim. Mən ona görə sizi saxladım ki, bizim xüsusi kameramanımız var, yəni könüllü olaraq professorumuz Eldar müəllim həmişə mənimlədir, mənim yanımdadır. Bir telefon, hətta mənim yanıma gələndə deyir ki, 12-dən arası gelməni, 11-dən o məni gözləyir ki, təşəkkür edirəm Eldar müəllim, bu hörmətinizə görə. Borcumuzdur, Qazandığım borcumuz. hörmətə görə mən təşəkkür edirəm. Deməli, mən yaxşı insanım. Biz Həm eyni iş siz görürük. də məni Biz çox eyni iş istəyirsiniz. görürük. Seyran müəllimə biraz çox istəyirsiniz. Ona görə demək istəyirəm, yeni şeir verməlidir Seyran müəllim bizə. Yəni Dilarəyə həsr edəcəksiniz. Xüsusi təşəkkürüm Fuad müəllimə də. Bugün mən vicdanım haqqı qərar almışım ki, Fuad müəllimin daha salamlar ki, pozacağım. Çünki harada getdik? Bir dəqiqə. Harada getdik? Mən orada Fuad müəllimin belə mötəbər məclislərdə görürüm. Mən 6-7 dəfə mən onu çağırmışam. Nəsə, çox istədikdən də olurlar. Çok istediğim 100 Və bugün faiz. gəlişinizlə məni sevindirdiniz Fuad müəllim. Siz dəyərli insansınız, dəyərli nəslin nümayəndəsiniz, bayaq da öyrədi. Həyat yoldaşlar, Üstə xanım, Əzbəymanın qızıdır, bəli, düzdür. Ola bilərmi? Çox təvəzzülkardır, çox savadlıdır. Bax, onun sizin yanınızda, Bahar xanımın yanında, bir balaca mən danışanda Şəhədə xanım, sizin yanınızda biraz ehtiyat edirəm ki, bəlkə mən elə demərəm, birdən cümlə qurmuşlarımda. Amma baxın, öyrənmişəm sizlərdən neysə. Onu da bir kitablarını Bahar xanımın üzəri çoxsunu mənimlə oxuyur, yerlərdə deyir, adda gedməsə, çoxsunu da gedməyəndə də o oxuyur, həmişə deyir ki, Bahar xanım çox başlı tərəflərdir. Və mən rus dilli olduğuma görə, düz yaddan çıxartmışam rus dilində. İndi aram qatmışam bilmiyorum. Həm rus dili, amma öldürür. Ona görə biraz çətinliyim olur. Amma özümü həmişə güvənirəm və sonsuz Sola xanım gözündə olur həmişə. Çox sağ olun, öpürəm sizi. Nə yaxşı ki siz varsınız, nə yaxşı ki sizlər mənə nəfəs verirsiniz. Mən bir cəmaat gedir, bankdan pul götürür ipoteka. Mən ömür götürmüşəm, 15 illik ömür götürmüşəm ipoteka bankdan. İndi istəyirəm bir də nə demək istəyirəm. Tortu mənə zor yatırdım. Bir də nə istəyirəm, bir dəqiqə, Bahar xanım, deyən son söz Fuad müəllimdədir. Bir də mən bura gələndə vicdanıma and olsun. Dedim ki, bir dənə tort istəyirdim götürməyə. Nəsə ürəkləmədim ki, rəsmidir axı bura. Elə istəyirdim ki, filminin tortu olsun. Tort gətirin mənə Sola xanım. İndi onu yığışaq, bir dənə yaxşı şəkil çəkdirək bütöv mən. Kameraman. Bizdən bütöv çəkək. Ondan sonra tortumuzu kəsək. Gəlin bura hamımız gəlin. Fuad müəllim son sözü. Buyurun. Geçsin sonra, bir dəqiqə. Buyurun. Ben vaktimizi çok almayayım. Bir iki kelime demek istedim. Ben dostlarıma həmişə neyse arzulayanda onların arasında mütləq birincisi olur can sağlığı. İkincisi odur ki her günleri sevinçle dolu olsun. Ve her günleri mümkün kadar bayrama çekmez. Ben hesap ederim ki bugünkü güzel gün Dilara xanım. Balaca büyük deyə bilmərəm, amma bir bayramdır. Böyükdür. Və Azərbaycan mədəniyyət tarixində bir səhifədir, bu şəksizdir. Mən bir şey deyim, diqqətinizi cəlb etmək istəyirəm. Bir kulturoloji sizə ibrət deyim. Günlərin bir günündə bir qadın gedirmiş, görür bir balaca dükkan. Girir içəri, estağfurullah, görür ki satıcının özü ilahidir. Deyir, ilahi bu sənsən. İlahi gülümsəyərək deyir, bəli, bu mənəm. Deyir, axı sənin dükkanında nə almaq olar? Bu deyir, yenə də ürəyim nə istəyir? Hər şey. Bu başlayır, mənə qızıl, mənə brilyant, mənə onu, bunu. Bu gülümsəyir. İlahi keçir arxa otağa. Bir dəqiqədən sonra çıxır. Bu qadının qarşısında balaca bir karton kutu qoyur. Bu çox pərişan olur. Deyir, elə bu, yenə də ilahi gülümsəyərək deyir, bəli,
Meğer sen bilmirdin ki ha, benim dükkanımda ancak tohumlar satılır. Görünə belə dərin mənadır. İndi mən ona gəlirəm ki, rəhmətlik Musa Ağayev da bizim gözəl dostumuz, gözəl bu xanım Dilara xanım Ağayeva da həm bunların o toxumları gözəl olur. Yəni bu genetik bir xəttirdə kulturoloji nöqteyi nəzərdə. Həm öz əməkləri, öz zəhmətləri, verdikləri töhfə. Ona görə belə bir gözəl nəticələr aldı. Biz sizi təbrik edirik ürəkdən. Hər ikisi də iki qanat, sizdə ikisi də var. Allah sizi qorusun. Sağ olun. Bunu götürün. Götürün. Kalsın geliyor. Gelin de bu tarafta yer var. Ben arkamın düşüyorum. Sola çekil var. Bırak çekil var. Güvenmedim. Bizim iyi. Ben cennet olsun. Kola afiyet olsun. Bir de seviyorsun. Kola afiyet olsun. Yeni kardeşim. Bir kola afiyet olsun. Senin ben söken bir orada biraz afiyet olsun. Biraz içinde kan. Biraz afiyet olsun. Bir kola afiyet olsun. Şuna bakın. Bakın. Birden. Davul bir dəqiqə üzr istəyirəm. Şairlərdən üzr istəyirəm, mən şeir yazan deyiləm. Amma atamın sevdiyi bir şeirdən bir fənd deyəcəm Dilara xanım. Ey əzəli can ilə cananımız, eşq-i ruhundur əbədi şanımız. Can necə tərk eyləsin, ey can səni, çünki canın canısan, ey can. Ben devam edeyim, ben böyle de devam edeyim. Qarabağ Azərbaycandır, Nidar şərəsi. Bahar xanım Azərbaycandır, Nidar şərəsi. Mən çox xahiş edirəm, Bahar xanım, bir də Fərənə xanım. Gəl bura. Yanmışam, yanmışam. Bura gəl. Sen bura gəl. Çok omzum tutlarım. Fuat benim. Bunlar. Bu yani. Fuat benim. Bu da siz de. Ben de koymayayım. Sonra hanım. Bir de sen. Mübarek olsun. Mübarek olsun. Mübarek olsun. Allah arzularımızı yerine getirsin. Hemeşe biz. Söz verilen 18. filmi bu yakında çekeceğiz. İnşallah, inşallah. Çok sağ olun, teşekkür ederim. Film bugünleri hamdolsun hoşuna gelirse, ben hayatımı sevmişim, her şeyi yapmışım. Teşekkür ederim.